1917-ci ilin oktyabrında İtalyadan Nyu-Yorka köçkünlər aparan bir sərnişin gəmisi Atlantik okeanında şiddətli fırtınaya düşdü. Göyərtənin altında sıxlıqla dolu 3-cü sinif bölməsində 28 yaşlı dülgər Antonio Russo 5 yaşlı qızı Mariyanı qucağında saxlayırdı. Antonio'nun həyat yoldaşı 2 il əvvəl doğuş zamanı vəfat etmişdi. Sahib olduğu hər şey, bütün ümidləri o balaca qıza bağlı idi. Amerika onların yeni başlanğıcı olacaqdı. Gecə saat 2-də dəniz amansızlaşdı. Dalğalar göyərtəyə çırpıldı. Su alt bölmələrə doldu. Gəmi yana əyilməyə başladı. Panika sel kimi yayılırdı. İnsanlar qışqırır, bir-birini itələyir, yıxılırdı. Pilləkənlər yüksələn suların altında yox oldu. Antonio Mariyanı çiyinlərinə aldı və irəli doğru irəliləməyə çalışdı. Amma izdiham çox sıx, su isə həddindən artıq sürətli idi. O an heç bir atanın bilməməli olduğu həqiqəti anladı. Xilasedici qayğılara çata bilməyəcəklər. Göyərtəyə yaxın, sınmış bir illuminator açıq idi. Kənarları kəsik-kəsik. Ancaq bir uşaq üçün güclə sığacaq qədər geniş. O tərəfdə buz kimi Atlantik okeanı vardı. Daha uzaqda isə qaranlığı yaran xilasetmə gəmilərinin zəif işıqları görünürdü. Antonio Mariaya baxdı. Çox balaca idi, çox qorxmuşdu. Anası üçün ağlayırdı. Ata son yeganə seçimi etdi. Qızını illuminatordan çölə atdı. Mariya qaranlıq sulara düşərkən qışqırdı. Antonio ciyərlərində qalan son güclə onun arxasınca hayqırdı. Üz, Mariya, işığa doğru üz. Gəmilər gəlir, üz. O ardınca gedə bilmədi. Bədəni çox böyük idi. Taleyi möhürlənmişdi. 7 dəqiqə sonra gəmi dalğaların altında yox oldu. Antonio Russo göyərtənin altında qapalı qalan 117 nəfərlə birlikdə boğuldu. Cəsədi heç vaxt tapılmadı. Dənizə atıldıqdan 45 dəqiqə sonra Mariya Russo sudan çıxarıldı. Sağ idi. Donmuşdu. Güclə nəfəs alırdı. Xilasedicilər onu yorğanlara büküb apardılar. O 5 yaşındaydı. Tək idi. Yetim idi. Dilini bilmədiyi bir ölkədə idi. İllərlə Mariya atasını gözlədi. Heç kim ona Antonio Russo'nun başına nə gəldiyini deyə bilmədi. Onun sağ qaldığına və bir gün qayıdacağına inanırdı. Uşaqlığında elə düşünürdü ki, atası onu tərk edib. Onu okeana atdığı an artıq onu istəmədiyi anlamına gəldiyini sanırdı. Həqiqət 25 il sonra üzə çıxdı. Sərnişin siyahıları nəhayət tapıldı. Antonio Russo batma zamanı həlak olmuşdu. Qızını tərk etməmişdi. Özünü qurban vermişdi. Mariya Russo 2004-cü ilə qədər yaşadı və 92 yaşında vəfat etdi. 1995-ci ildə 83 yaşındaykən göz yaşları içində hekayəsini danışdı. Atamın məni öldürdüyünü sanırdım. Məni xilas etdiyini anlamırdım. Öləcəyini bilə-bilə məni həyata doğru atdı. Onun sayəsində 78 il daha yaşadım. Hələ də işığa doğru üz deyə qışqırdığını eşidirəm. Bütün ömrüm boyu işığa doğru üzdüm. Və öldüyü zaman Mariya sakitcə dedi. Ümid edirəm ki, onu yenidən görərəm ki, ona təşəkkür edim. O okean üçün təşəkkür edim. Həyatım üçün təşəkkür edim. Səni sevirəm, ata.